sos kıvamında. Biz bunu blenderdən etsəydik, daha qatı bir mayonez əldə edəcəydik. Hazır mayonezdən istifadə etsəydik, yenə daha qatı bir şey olacaqdı. Caesar da bu şəkildə hazır olunur. Amma bizə sos kıvamında, akışkan sos kıvamında bir mayonez lazım idi. Bu şəkildə. Tamam. Salatı gətirdik. Və bunu salata əlavə edirik, sosu. Salatın tərkibində kərəviz kökü var, xiyar və kapya biber, qırmızı kapya biber. Biz bunların hamısını duzda pişirdik. Hətta duzda pişirərək mən sizə bir örnək olaraq göstərə bilərəm. Normalda xiyar, kök sərt bir məhsuldur. Amma duzda pişirərək gördüyünüz kimi elastik kıvama gəldi. Yəni salat üçün uyğun bir kıvama gəldi. Ona görə bunu haşlayaraq edə bilərsiniz, amma yəni qaynadaraq. O zaman biraz daha aroma öləcək, dadı öləcək, vitamini, xeyirli bakteriyalar gedəcək. Amma bu şəkildə duzda pişirərək xeyirli bakteriyaları və aromanın dadı qoruyaraq salat hazırlamış olduq. Tərkibinə dediyim kimi kərəvizin yarpağı, kərəvizin öz kökü, pendir, gravye pendiri, jambon, yəni bildiyimiz veçina əlavə olunur.